baxın, balığın içinə limonu qoyuruq birinci. Ondan əlavə ədviyyatlarımız var burada bizim. Dəfnə yarpağıdır, rozmarindir, bir də fresh timyan idi. Bunların hamısından içinə əlavə edirik ki, aromat versin. Portağal da qoyuruq. Limonu qoyandan sonra portağaldan qoyuruq dilimlərindən. Üstündən təzədən limon qoyuruq ki, dadı çıxsın balığa. Həm aromatı çıxsın, həm dadı çıxsın. Bu formada balıqları eləyirik, yığırıq uşaqlar. Boşqabı gətirin. Bizdə yerləşir. Dəfnə yarpağını çox vurmuruq uşaqlar. Əgər yoxdur, ver bunu da. Bunu özü də aromat verir. Dəfnə yarpağını çox vurmuruq. Onun biraz aromatı güclü olur deyə. Yüngül qoyuruq. Bəs eləyər. Yarı qoydum, bəs eləyər. Baxır balığın böyüklüyünə də. İndi balığın böyüdüsə 3 dənə də qoya bilərsən. Hə, buna bir dənə yarım qoydum, bəs eləyir. Bunlar da limon zat hamısı aromat versin deyədir. Məsəl üçün varsa kinkan içinə qoya bilərsən bunun aromatına görə. Bunlara duz istiyor, heç nə vurmuruq uşaqlar. Bu duzun özü ilə pişəcək deyə bir yerdə. O ona o aromatı verəcək.